Deməli, başlayaq birinci sualdan. Düzbucaqlı üçbucağın xaricini çəkilmiş çevrənin radiusu 5, hipotenuz çəkilmiş hündürlüyü üstü. Bu üçbucağın sahəsini tapın. Deməli, düzbucaqlı üçbucağın çəkili yazıram. A, B, C. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın xarici çəkilmiş çevrənin radiusu 5. Xarici çəkilmiş çevrənin radiusu 5-dirsə, onda bunun hündürlüyü radiusun daha doğrusu hipotenuz radiusun 2 mislidir. Yəni, hipotenuz olacaq 10. Hipotenuzda çəkilmiş hündürlük isə 3-dür. Üçbucağın sahəsini tapın. Üçbucağın sahə düsturu AH bölü 2 ilə yazaq. Deməli, A vur H bölü 2 ilə, yəni A hipotenuz, H hipotenuzda çəkilmiş hündürlük bölü 2 olacaq 15 A variantı. Keçirəm ikinci suala. Sahəsi, deməli, sahəsi 216 olan düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilmişdir. Çevrənin toxuma nöqtəli hipotenuza 2 nisbətinə bölünür. Onun uzunluğunu hesablayın. Deməli, düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilibsə, yazıram. A, B, C düzbucaqlı üçbucağı daxilinə çevrə çəkilibsə və hipotenuzu 200 nisbətində bölürsə 2K və 3K yazaq. Sahəsi də 216-dır. Biz bilirik ki, S bərabərdir. M vur N düsturu var. Yəni, düzbucaqlı üçbucağın daxilinə çevrə çəkiləndə ona M və N hissələrə bölürsə hipotenuzu, onda sahə M vur N düsturu ilə hesablanır. Burada da M vur N-in yerində 2K vur 3K bərabərdir 216-ya. 6K kvadratı bərabərdir 216-ya və K kvadrat bərabərdir 216-ya böl 6. K kvadrat bərabərdir 36-ya, K bərabərdir 6-ya. K oldu 6. Deməli, K-mız 6-dırsa, bizdən nə istəyir? Bizdə deyir ki, onun uzunluğunu tapın. Yəni, hipotenuzun uzunluğu soruşur. AC-miz də 5K-dır. K-nı da 6 tapmışıqsa, 5 vur 6 olacaq 30. Yəni, B variantı. Keçirəm üçüncü suala. Üçüncü sualda nə deyir? Deyir, M nöqtəsi ABC üçbucağının BC tərəfinin orta nöqtəsidir və SAMB-nin SABC-yə nisbətini tapın. Birinci yazıram. SAMB nəyə bərabər? Yazaq SABC. SAMB nəyə bərabərdir? AMB ikiyörbucaqlı üçbucaqdır. Bunun sahəsi, deməli, bura X yazıram, burada X yazıram, orta nöqtədir. Burada H olsun, AC. İndi baxın, AMB körbucaqlı üçbucaq. Körbucaqlı üçbucağın oturacağı X-dır, hündürlüyü H-dır. Böl 2 sahə düsturu. Keçək ABC üçbucağın sahəsi. ABC üçbucağında düzbucaqlı üçbucaqdır. Katetlər hasilinin yarısına bərabərdir. Katetin biri H demişik, digəri 2X-dır. Böl 2. Burada 2-lər gedir. X vur H. Bu 2 məxrəcə düşür. Məxrəcdə də HX var idi. Bunlar getdi, qaldı 2-də 1. E variantı. Keçirəm dördüncü suala. Dördüncü sualda deyir ki, ABC üçbucağının sahəsi 20-dir. YD orta xəttdir. AYD üçbucağının sahəsini hesablayın. Deməli, AYD-nin sahəsini hesablayın. Biz bilirik ki, orta xətt üçbucağın orta xəttin ayırdığı sahə, yəni YBD sahəsi, ümumi SABC-nin 4-dən biridir. Onda ABC 20-dirsə, 20-ni 4-ə böləndə olur 5. Deməli, bu yuxarı isə 5-dir, YB-dir. Bu YD də orta xəttdir. Orta xəttdə nə edir? AB tərəfin yarıya bölür. AY və YB hissəsini. Onda S üçbucaq ABD üçbucağında, deməli, YD median olur. Median. Və bu zamanda biz bilirik ki, median üçbucağı sahələri bərabər olan iki üçbucağı ayırır. Onda SAYD də olacaq 5. Beşinci sualda baxıram 5-ci suala. Burada da AYD-nin sahəsi 3-dürsə, bura 3-dür və YD orta xətdirsə, onda bu ADB üçbucağına baxsaq, ADB üçbucağının YD orta xətti, daha doğrusu YD orta xətt ABC üçbucağı üçündür. Orta xəttdə tərəfi yarıya böldüyü üçün, onda biz ADB üçbucağına baxsaq, bu YD median olur. Biz də bilirik ki, median sahələri bərabər olan iki üçbucağı ayırır, onda bu tərəfdə 3-dür. Aha. Aldıq ki, S, Y, BD də 3-dür. Orta xəttin ayırdığı sahə də ümumi sahənin 4-dən biridir. 3-ə bərabərsə, onda S, A, B, C də olacaq 12. B variantı.
5-ci sual. Keçirəm 6-cı suala. Bərabər yanlı düzbucaqlı şübzanın hipotenuzu 3 dəfə artarsa sahəsi necə dəyişir? Bərabər yanlı düzbucaqlı şübzanın hipotenuzu 3 dəfə artarsa, yazıram. Hipotenuz 3 dəfə artırsa, onda bunun kateti 3 dəfə artır. Hipotenuz yazır. Bura olsun A, B, C. Əgər hipotenuz 3 dəfə artırsa, bərabər yanlı düzbucaqlı şübzaqsa A yazır. Onda bunun katetləri 3 dəfə artmış olur. Yəni hipotenuzu 3 dəfə artırsa, deməli kateti 3 dəfə artır. Və deyir ki, sahə necə dəyişir? Əvvəl sahəmiz S bərabərdir A kvadratı bölü 2 idi. İndi bu yeni üçbucağın sahəsi S bərabər 9A kvadratı bölü 2 olur. Yəni katetlər hadisənin yarısı. Və neçə dəfə artmış olur? 9 dəfə artmış olur. C variantı. Keçirəm 7-ci sualı. 7-ci sualda deyir ki, bərabər yanlı üçbucağın oturacağı 4-dür. Sahəsi 8 kök alacaq. Üçbucağın yan tərəfini tapın. Bərabər yanlı üçbucaq çəkək. Və bizə deyir ki, A, M, S. Bərabər yanlı üçbucağın oturacağı 4-dür. Sahəsi 8 kök 6-dırsa, üçbucağın yan tərəfini tapın. Yan tərəfini X yazıram. Deməli, buradan hündürlük 80, bura H yazıram. Biz bilirik ki, sahə oturacaq, vur hündürlük bölü 2. Bərabərli 8 kök 6-ya. Buradan da H bərabərli 4 kök 6 olur. H-ımız oldu 4 kök 6. Eyni zamanda bərabər yanlı üçbucağın hündürlüyü 12 bərabər üçbucağa bölür. Yəni, oturacağın 2 bərabər hissəyə bölür. Bura bir verdik. AB bərabər BC oldu 2. Və buradan da X-i tapsam, Pifagora görə X-in kvadratı bərabər H-ın kvadratı 2-nin kvadratı. H-ın kvadratı 4 kök 6-ın kvadratı 96 plus 4 oldu 100. Onda H da olur 10. Y variantı. Keçirəm 8-ci suala. 8-ci sualda da yaxşı, bu eyni sualdır, eyni tipli sualdır. 9-a keçirəm. 9-da nədir? Deyir ki, çəkək. ABC əslində çəkməyə ehtiyac yox idi, amma çəkdim nəsə. Bura 30 dərəcə. ABC. AB 10-dur, AC 12-dir, BAC 30 olarsa üçbucağın sahəsini tapın. S bərabər 2-də 1, AB, AC, sinus alfa, yəni iki tərəf onun arasındakı bucaq veriləndə 2-də 1 vur, AB tərəfimiz 10, AC tərəfimiz 12, vur sinus 30 dərəcə, yəni 2-də 1. Bu deyilir 30. Y variantı. 10-cu sualda yenə eyni qaydadır. AB var, AC var, bu da eynidir deyə yazmıram. 11-ci suala baxıram. Deyir ki, sahəsi 216 katetlərin nisbəti 3-ün 4-ə olarsa, düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Yazıram. A, B, S. Düzbucaqlı üçbucaqdır. Sahəsi 216-dırsa, katetlər üstünüz 3K, 4K-dır katetləri və sahəsi də 216-dır. S bərabərlik 3K vur 4K bölü 2. Yəni, sahə nəyə bərabərdir? Katetlə hadisinin yarısı. Bərabər 216-ya 12K kvadratı 216 vur 2. K kvadrat bərabərdir 36-ya. K bərabərdir 6. K 6-dırsa, onda bir tərəf olur 24. Digər tərəf olur 18. 18 ilə 24-ün kvadratlardır cəmi. Bu 576, bu 324. 900 verir, yəni 30. Olacaq C variantı. 12-ci sualda da 12-ci sualda. Biz bilirik ki, deməli, AD və BC parçaları düzbucağın diagonallarını o kəsmə nöqtəsində kəsişərsə, çıxarmışsan sahəsinin düzbucağın sahəsinin nisbətdə. Düzbucağın diagonallarını çəkəndə onun sahələri bərabərlər 4 dənə S-ə bölür. Yuxarı hissəyində aşağı hissəyə köçürsək, onu da ştrixlənmişsə 3S, ümumi düzbucağın sahəsi 4S. Olur 4-ün 3'də 4. B variantı. 13 də bundan eyni sualdır. Burada da S-in bu hissəni buraya yazsaq, S-in ümumi 4S nisbəti, yəni 4-də 1 olacaq. Baxıram 14-cü suala. 14-cü sual deyir ki, bir bucağı 30, düzbucaq təpəsində çəkilmiş hündürlüyü 3 olan düzbucaqlı bucağın sahəsini tapın. Baxaq. Deməli, bir bucağı 30. Düzbucaq təpəsində çəkilmiş hündürlüyü də 3 olan. Yazıram A, B, C, D.
İndi baxıram. BDC üçbucağında 30-un qarşısına katet hipotenuzun yarısı. Onda BC tərəfi olur 6. Sonra yenə burada 60 olsun. 60. 30-un qarşısında 60-ın qarşısındakı 6-dırsa 30-un qarşısındakı onun böl kök 3 olacaq. 6 böl kök 3. Bu deyil 2 kök 3. Onda yazıram. S bərabərdir. Katetin biri 2 kök 3, digəri 6. Hasili böl 2. Bu deyilir 6 kök 3. Yəni A variantı. Deməli 15 də bu sualın eyni sualdır. 16-cı suala keçirəm. Deyir ABC üçbucağında bunu çəkək. Yazıram A, B, C, M və bu da N olsun. Aha. İşte bizə deyir ki, C medianlarda ümumi sahə 150 olarsa işlənmiş sən sahəsini tapın. Baxaq buradan. Üçüncü medianı çəkək ki, işimiz daha rahat görək. Burada K yazıram. Biz bilirik ki, üçbucağın medianları onu sahəsi bərabər 2 üçbucağa ayırır. Bütün medianları çəkəndə 6 bərabər sahələri bərabər üçbucağa bölünür. 6 S bərabərli 150-dir. S bərabərli 150-ni 6-ya bölündə 3'ü 25. Deməli, bir dənə üçbucağımızın sahəsi 25'dir. Bizdən də bir bu hissəni istəyir. Bir də bu hissəni. Bunlar da cəmi neçə hissə? 4 hissə. 4S bərabərdir. 4 vur 25 oldu 100. Yəni D variantı. Sonra keçirəm 17-ci suala. 17-ci sualda da nədir? D bərabər yanlış bucağın oturacağı 12'dir. Bərabər yanlış bucağın yazıram. A, B, S. Bərabər yanlış bucağın oturacağı 12'dir. Yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdə 2 santim böyükdür. Yazaq. Oturacaq 12-dirsə bölür 6, 6. Yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdə 2 santim böyükdür. Buraya x-də, burada x plus 2'dir. Üçbucağın sahəsini tap. X-i taparıq, sonra hündürlük və tərəfə görə yazaq. Birinci neyini? Pifagordan istifadə edib ABH üçbucağında Pifagordan istifadə etsə x-in kvadratı gəl 6'nın kvadratı bərabərdir x plus 2'nin kvadratına. Burada x'in kvadratı üstə gəl 36 bərabərdir x kvadrat üstə gəl 4x plus 4'ə. X kvadratlar getdi. X də bərabərdir 8'ə. X 8'ə onun sahə də x vur 12 böl 2'yə bərabərdir. Yəni hündürlük və oturacaq hasilinin yarısı. Bu da 6x. O da eləyir 48. X-ə yəni 8 qoysa 48. Keçirəm 18-ci suala. Deyir düzbucaqlı üçbucağın hipotenuz edilmiş hündürlük hipotenuzu 4 və 9 olan iki parça üçbucağın sahəsini tap. Düzbucaqlı üçbucağı çəkdim. A, B, S. Burada bir H qoyaq. Və deyir ki, hipotenuz edilmiş hündürlük hipotenuzu 4 və 9 olan hissəyə bölür. Burada H-dır. Biz bilirik ki, H-ın kvadratı bərabər 4 vur 9'a. H olur 6. H 6'dırsa, onda sahə 6 vur deməli. AC tərəfi 13 böl 2. O deyir 39. Keçək 19-cu suala. 19-cu sualda da deyir ki, ABC üçbucağında ABC. ABC üçbucağında bu AM mediandır. AM mediandır. BM'in MC'ye nisbəti 3'ün 4'ə nisbətdir. 3K, 4K. Və ABC üçbucağı 84 santimetrin kvadratdır. 3K'nın 4K'ya nisbəti isə onda AB üçbucağın sahəsi 3S, 3K olmalıdır. MAC'nin sahəsi 4S olur. Ümumi sahə 7S bərabərdir 84'ə. Yəni ümumi ABC'nin sahəsi 7S'dir. O da bərabərdir 84'ə. Buradan da S bərabərdir 12. Deməli S'imiz 12'dir. S 12 bizdən hansını soruşur? ABM soruşur. ABM də 3S'dir deyə 3 vur 12 olacaq 36. Yəni B variantı. 20-ci suala baxıram. 20-ci sualda nədir? Deyir, dairə daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın sahəsi. Aha. Dairə daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın sahəsi nəyə bərabərdir? S bərabərdir. Ümumiyyətlə, bərabər tərəfli üçbucağın sahəsi A kvadratı kök 3 böl 4 ilə hesablanır. Bu bərabərdir 9 kök 3'dürsə, A bərabərdir 6.
Deməli, bu bərabər tərəfli üçbucağın tərəfi 6-dır. Tərəf 6-dırsa, bu üçbucaq dairənin daxilindədir. Dairənin daxilindədirsə, biz dairənin daxilindədir. Aha. Sonra deyir ki, həmin dairənin daxilində bir dənə də kvadrat çəkilir. Yəni, həmin bu dairənin daxilinə də kvadrat çəkilir. Həmin dairənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. İndi neyniyək? Bu kvadratın sahəsini tapın deyil. Dairə ilə, daha doğrusu, dairə ilə kvadratın ortaq cəhəti nədir? Radiuslar. Dairənin radiusunu taparam. Dairənin radiusunu tapmaq üçün üçbucaqdan istifadə edirəm. Dairənin daxilinə üçbucaq çəkilibsə, onun radiusu A kök 3 bölü 6 üstünə hesablanır. Bu bərabərdirsə 6-ya, onda A kök 3 bərabərdir, daha doğrusu, daxili çəkilməyib. Üçbucağın xaricindədir dairə. Xaricində kimi çevirən radiusu R bərabərdir. A kök 3 bölü 3 üstünə hesablanır. Bu bərabərdir. Deməli, A-nın yerinə 6 kök 3 bölü 3. Bu deyil 2 kök 3. Deməli, dairənin radiusu 2 kök 3-dürsə, onda diametri 4 kök 3-dür. Diametri 4 kök 3-dür. İndi üçbucağı silirəm. Üçbucağı silirəm. Kvadrat çəkilibsə, biz bilirik ki, kvadratın diagonalı bu dairənin diametridir. Yəni, kvadratın diagonalı 4 kök 3-dür. Onda bu kvadrat olduğuna görə tərəflərinə x desəm. 2x kvadrat bərabərdir Pifaqora görə. 16 48-ə x kvadrat bərabərdir 24-də. Bunu x kvadrat şəklində saxlayıram. Bizə deyək kvadratın sahəsini tapın. Kvadratın sahəsi x kvadratda, yəni tərəfin tərəf fasilə. X kvadratında biz 24 tapmışıq. Baxıram 21-ci suala. 21-ci sualda nə deyir? Deyir ki, AB 4, AD 6, AD 6, bu bucağa bərabərdirsə, SADC-nin SABC-nin nisbətini tapın. Birinci yazıram. SADC bərabərdir nəyə? Nisbət şəklində yazılır bir dəfə. İndi baxaq, SADC üçbucağı nə verir? Üçbucaqda bizə nə verir? Bir tərəf və bucaq. Mən AC tərəfinə baxsa, hər ikisində ortaqdır. Və burada nisbət istədiyinə görə. İki tərəf onun arasındakı bucağa görə geçsəm, yəqin ki, buradakı tərəf ixtisar edəcək. ADC üçün yazıram. ADC üçün. Deməli, bura 6 idi. 6 vur AC tərəfi və onun arasındakı bucağın sinusu. Sinus alfa. Burada 2-də 1 var. Deməli, tam şəkildə yazaq. 2-də 1 vurulsun AD, vur AC, vur sinus alfa. Bölünsün. Digər üçün ABC üçün 2-də 1 vur 4, vur AC, vur yenə eyni bucaq deyə buna da sinus alfa yazalım. 2-də 1-lər getdi, AC-lər getdi, sinus alfalar getdi. AD-nin yerinə də 6 yazıram. Burada 6 bölü 4. O deyil 1/5. 2-də 3, yəni 1/5 A variantı. Yazıram 22-ci sualı. 22-ci sualda bizə nə deyir? Deyir ABC üçbucağında ACB bucağı 135 dərəcədir. Bura 135-dirsə, bunu çəkək. Burada yer qısa gələcək. Yazıram A, C, B, D. AC tərəfi 6-dır. AC tərəfi 6 və AC tərəfinə aid olan BD hündürlüyü 2 olarsa, bu tərəfdə 2-dir. ACB bucağı 135. Bu bucaq 135-dir. 135-in qoyuncusu 45. Onda bu yuxarıda 45 düşür. Deməli, BCD üçbucağında 45. BCD üçbucağı bərabər yanında üçbucaqlı üçbucaq olur. Onda CD tərəfi də 2 olur. Və bizdən də ABD-nin sahəsini istəyir. Evet, ABD nəyə bərabərdir? AD tərəfi, yəni 8. Vur BD hündürlüyü, yəni 2 bölü 2, bu deyir 8. C variantı. Baxıram 23-cü suala. Deyir ki, düzbucaqlı üçbucağın A, B, K, C. Deyir, düzbucaqlı ABC üçbucağının B düzbucaq təpəsindən BK medianı çəkilmişdir.
BK medianı çəkilib və bucaq C 30 dərəcə. Bura 30 dərəcədir. 30 dərəcə və AB tərəfi 4 olarsa, BCK üçbucağının sahəsini tapın. Burada nə edərik? S, BCK-nı istəyir. Burada nə edərik? 30-un qarşısına 4 isə, onda AC olur 8. Onda burada 4, burada 4 olur. Digər tərəfdən 30 isə, onda bu iti bucaq 60-dır. 4 4-ə görə, onda burada 60 olur. Burada 60 olur. Onda ABK bərabər tərəfli üçbucağı burada 4 olur. Aha. Bu da 4 olandan sonra bizə nədir? BCK-nın sahəsi. Baxıram ki, BKC də bərabər yanlı oldu. Yəni 4, 4. Onda bu 30 da burada 30 olur. 30. Təpə bucaqda olur 120. Deməli, BKC üçbucağın sahəsini nəticə taparam? SBKC nəyə bərabər? Var iki tərəf, yəni iki tərəf olan arasındakı bucağa görə. Yazırım 2-də 1, vur BK tərəfi 4, vur KC tərəfi 4, vur həmin tərəflər arasındakı bucaq, yəni sinus 120 dərəcə. Bu da eləyir ki, 8 vurulsun, sinus 120 dərəcə kök 3 bölü 2-dir. Yəni 4 kök 3 D variantı. Və baxa 23-cü suala. 23-cü sualda da yenə düzbucaqlı üçbucağı çəkək. Və deyir ki, A, B, C, K. Düzbucaqlı ABC üçbucağını bir düzbucaq təpəsində çəkilmiş BK medianı çəkilmişdir. Bucaq C 30 dərəcədir. Onda bura 60 olur, bura 90. AB 4, BCK üçbucağın sahəsini tapın. Bu da yenə eyni bayaqki kimidir. Mən bunu yazdım. Bunu təkrar nə yazıram? Yaxşı. Deməli, 24-də baxıram. İti bucaqlarından birinin tangesi 2/4 olan yenə düzbucaqlı üçbucaq. A, B, C. Düzbucaqlı üçbucaqdır. İti bucaqlarından biri alfa olsun bura. Tan alfa bərabərdir 2,4-ə. Yəni 2,4-ə. Tan alfa nəyə bərabərdir? Qarşıdakı katetin, yəni AB-nin bitişik kateti, yəni BC-yə nisbəti. Bərabərdir 2,4. Bunu da 5-də 12 kimi yazaq. Onda AB olur 12K, BC olur 5K. Onda Pifagora görə AC doğru 13K. Yəni bizə nə deyir? Deyir ki, sahəsi 120-dir. Sahə necə tapırıq? Katetlər hasilinin yarısı bölü 2 bərabərdir 120-yə. Buradan da 30K kvadratı 120-dirsə, K kvadratı bərabərdir 4-ə, K bərabərdir 2. Bizə nəysə hipotenuz? Hipotenuz da 13K idi. 13K. Onu da 2-yə vursaq 26. Y variantı. 25-ci suala baxıram. 25 sonra baxaq. 25-ci sual. ABC üçbucağında ABC. ABC üçbucağında Y nöqtəsi AC tərəf üzərində, K nöqtəsi BC tərəfinin orta nöqtəsidir. Və BYK üçbucağını çəkək. Aha. BYK üçbucağı. Sahəsi ABC üçbucağının sahəsindən onun nisbətini tapın. Yəni S, BYK-nın S, A, B, C-yə nisbəti. Birinci baxıram. BYC üçbucağına baxıram. Bu BYC üçbucağına. BYC üçbucağında bu YK orta xəttdir. Yəni bərabər hissəyə bölür. Eyni zamanda bu hissə ilə bu hissə bərabər. Birinci BYC üçbucağına baxıram. BYC üçbucağında onda YK median olur. Mediandırsa sahə 2 bərabər üçbucağa bölür S hissəyə. Digər tərəfdən BYC üçbucağının sahəsi 2S-dirsə, onda ABC üçbucağında BY özü də mediandır və sahəni yenə 2 bərabər hissəyə bölür. Bu tərəf 2S-sə, onda ABY 2S-dir. Onda BYK-nın sahəsi S-dir, ABC-nin sahəsi 4S-dir. Bu S-lər gedir, qar 4-də 1. Bəndə. Keçirəm 26-cı suala.
Çəkə 26-cı sualı. C, A, B. Burada C1. Aha, indi nə deyir bizə? Deyir ki, C, C1 düz xətti AB parçasına paraleldir. B, C1 perpendikulyardır C, C1'ə. AB tərəfi 3, A, CB. Bu hissən sahəsi ACB 6 olarsa C1 B-ni tap. Paralel düz xətlər olduğuna görə AB-ni uzadıram. AB-ni uzadıq. Aha, uzatdıq. Paralel düz xətlər arasında məsafə bərabər olduğundan bir dənə C-dən B1 hündürlüyü çəkirəm. CB1. Yəni C1 B hündürlüyü CB1-ə bərabər. Bu h-da, burada h-da. Çünki paralel düz xətlər arasında məsafə bərabər. ACB üçbucağı körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucağın sahəsi, yəni SACB nəyə bərabər? Oturacağı vur hündürlük. Hündürlük də kənara düşüb. Böl 2. Yəni iti bucaq təpəsini çəkilmiş hündürlük həmişə kənara düşüb. Bu 6-ya bərabərdir. AB 3-dür. 3 vur h böl 2 bərabərdir 6-ya. H bərabər 4-ə. Nə istəyirdi bizdən də? C1 B-ni o da olacaq 4. Keçirəm 28-ci suala. 28-ci sualda da deməli MON üçbucağın orta ABC üçbucağın M-in ABC üçbucağın orta xəttidir və MON-in MBN-in nisbətini tap. İndi baxaq burada. Deməli, burada yaranan SMON üçbucağı ümumi SABC üçbucağının 12-də 1-nə bərabərdir. Yəni 12-də 1-nə. Və biz bilirik ki, SMBN də orta xəttin yaratdığı sahədir. Bu da SABC-nin 4-də 1-nə bərabərdir. ABC-nin sahəsində S desəm, onda SMON olur 12, S böl 12. Bu da olur S böl, daha doğrusu, bir dəqiqə. S böl 4. Bu şəkildə, yəni 4-də 1, 12-də 1. İndi SMON-in, yəni 12-də S-in, MBN-ə, yəni 4-də S-ə nisbət. O deyir S böl 3. Yəni, deməli, burada daha doğrusu S-lər gedir. 3-də 1. 30-cu suala baxaq. 30-da. Deyir ki, 30-da da. ABC üçbucağında AD təm böləndir. Çəkirəm. A, B, S. Bura A yazaq. A, B, S. AD təm böləndir. Aha, bu da D olsun. AD təm böləndir. Deyir ki, AB 6-dır. AC 3-dür. SABD-nin 4 olarsa, ABD 4 olarsa, ABC üçbucağın sahəsini tap. Təm bölən xassəsinə görə AB tərəfinin AC tərəfinə nisbəti bərabərdir. BD-nin də DC-yə nisbəti. O da yəni 6-nın 3-ə nisbəti bərabərdir 2-yə. Daha doğrusu, laf aydın yazacaq. 2-nin 1-ə nisbəti. 2-nin 1-ə. Onda BD tərəfimiz olur 2K, DC tərəfimiz olur K. Onda üçbucağın sahəsindən baxsaq, uyğun olaraq 2K-ya uyğun olan sahə olur 2S, K-ya uyğun olan sahə olur 3S. Yəni bizə deyir ki, ABD-nin sahəsi 4-dür. Yəni 2S bərabərdir 4-dürsə, S bərabərdir 2. Onda bura 2, bura 4 vermişdi o heç. Yəni ABC-nin də sahəsi 4 plus 2 olacaq 6. Baxıram 31-ci suala. 31-ci sualda da deyir ki, üçbucağın deməli tərəfləri verib 4, 5 və 7 üçbucağın sahəsini soruşur. Üçbucağın 3 tərəf verilərsə biz heronüsündən istifadə edirik. Birinci yarım perimetr tapıram. P yarım yazıram. 4 üstə gəl, 5 üstə gəl 7 böl 2 olur 8. Heron düsturda bərabərdir. P vurulsun P çıx A, P çıx B və P çıx C. O da bərabərdir. Kökün altında P'miz 8'dir. 8 vurulsun 8 çıx 4, 8 çıx 5 və 8 çıx 7. ABC üçbucağın tərəfləridir.
Buradan da bərabərdir. 8 vur, 4 vur, 3 vur, 1. Yəni 4 kök 6 olacaq D variantı. 32 də bununla eynidir. Ona görə 32 yazmıram. 30 isə baxıram. Deyir, tərəfləri 24, 25 və 7 olan üçbucağın kiçik hündürlüyünü tapın. Tərəfi 24, 25 deməli. O düzbucaqlı üçbucaqdır. Yəni, çünki 24, 7 və 25. 576-nın üstə 49 gələndə 625 eləyir. Deməli, bu düzbucaqlı üçbucaq. Bunun kiçik hündürlüyünü deyir, tapın. Kiçik hündürlükdə böyük tərəfə çəkilir. Böyük tərəf 25 olduğuna demək kiçik hündürlük 25 tərəfə çəkilən hündürlükdür. Düzbucaqlı üçbucaqda da hündürlük tapmaq üçün 3 tərəf verilibsə, deməli AB böl C düsturundan istifadə olunur. AB böl C düsturundan istifadə olunur. Yəni kat edilən hasilinin hipotenuza nisbəti. Buradan da 24 vur 7 böl 25. Bu da eləyir. Deməli 4-ə vursaq 24 2 168 bölü 25. Buna 4'e vursa olur 6'dan %72. 25'e bölsək. Baxıram 34-cü suala. Düzbucaqlı üçbucağı çəkək. Yazaq A, B, C və K. Deyir ki, ABC düzbucaqlı üçbucağında bucaq B 90 dərəcə, bucaq A 60 dərəcə, 60, onda bucaq Z'yə 30 dərəcə olur. Bucaq Z'də 30 dərəcə olur. Deyir, BC tərəfi 4 kök üçdür. BC tərəfi 4 kök üçdür. 60'ın qarşısındakı 4 kök üçdür, 30'un qarşısındakı 4 olur. Çünki 30 dərəcənin 60'ın qarşısına katet, 30'un qarşısına katetin kök üç mislidir. Sonra deyir ki, B düzbucaq təpəsindən BK medianı çəkilmişdir. Medianda tərəfi yarıya bölür. ABK üçbucağın sahəsini tapın. Baxaq. 30'un qarşısına 4 isə, deməli AC tərəfi olur 8. BK da median olduğundan bunu 4 hissəyə bölür. Biz də bilirik ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsində çəkilmiş median hipotenuzun yarısı, onda burada 4 olur. Və ABK üçbucağına baxsa, oldu bərabər tərəfli üçbucaq. Bütün tərəflər 4 oldu. Bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucağın sahəsi S bərabərdir A kvadratlı kök 3 bölü 4 ilə hesablanır. Buradan da A-nın yerinə 4'ün kvadratı kök 3 bölü 4 eləyəcək 4 kök 3. Yəni B variantı. Keçirəm 35-ci sualda. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianı 5, katetlərin 1,6 üçbucağın sahəsini tapın. Yenə bu da rahat sualdır. Düzbucaq təpəsindən çəkilmiş median 5'dirsə, onda 5 bölür. Yəni hipotenuz 10'dur. Katetlərinə 1,6'dırsa, onda bura 10, 6, onda digər katet 8 olacaq. Üçbucağın sahəsi də katetlər hasilinin yarısıdır, yəni 24. 36-cı suala baxıram. 36-cı sualda deyir ki, ABC düzbucaqda A7 bərabər tərəfli üçbucaqdır. Çəkək bunu da. Yazıram A, B, C, D. ABCD düzbucaqlı üçbucağında A7 bərabər tərəfli üçbucaqdır. A7 bərabər tərəfli üçbucaqdır. AD 10'dur. Onda burada 10 olur, burada 10 olur. İştiqləmiş sən sahəsini tap. Bura 60'dırsa, düzbucaqlı olunan bu tərəf 30. Bura 90, onda bura 60. 30'un qarşısındakı katet hipotenuzun yarısı, yəni AB'ye düzbucaqlı üçbucağında 30 dərəcənin qarşısındakı BY kateti A'ya hipotenuzun yarısı, yəni 5'dir. Bura oldu 5. Aha. 60'ın qarşısına kateti digər katetin kök üç misli. Onda bu tərəfdə olur 5 kök üç. Eyni qayda onda burada 5 kök üç olur, onda burada 5 olur. Və bizdən də iştiqləmişsən istəyir, baxırıq iştiqləmiş üçbucaqlara. Bərabər üçbucaqlarda onda birinin sahəsini tapıb 2'yə vurarıq. 5 vur 5 kök 3 bölü 2. Yəni 25 kök 3 bölü 2. Bu bir düzbucaqlı üçbucağın sahəsi, bizdə də 2S lazımdır. Yəni 2'dən olduğu üçün. Bunlar gelir olur 25 kök 3. 37 də bununla eyni deyə baxmıram. 38-ci suala baxaq. Deməli,
38'dir. Deyir, bərabər yanlış bucağın sahəsi 25 metr kvadratıdır. Bərabər yanlış bucağın sahəsi, baxaq, yazıram. A, B, C. Bərabər yanlış bucağın sahəsi 25 santimetrin kvadratıdır. Oturacağına bir şey alfa bucağı üçün, bura alfadır. Bura A yazıldı, burada A yazıram. Və oturacağına bir şey alfa üçün tan alfa 4 olarsa, üç bucağın oturacağını tapın. İndi tan alfanı bilmək üçün gələ bir dənə hündürlük çəkəm, bunu düzbucaqlı üç bucağa tamamlayam ki, mən burada tan alfanı tapım. Bura h olsun, bərabər yanlış bucaq hündürlüyü. H da bilirik ki, oturacağı yarıya bölür, x böldüm. Tan alfa nəyə bərabərdir? Tan alfa bərabərdir. H-ın x-ə nisbəti, yəni qarşıdakı qatetin biçik qatetin nisbəti. Bu da 4'dür. Bu şəkildə. Və deyir ki, bərabər yanlış bucağın sahəsi 25 santimetrin kvadratdır. Sahəsini necə tapırıq? Oturacaq 2x-dır, vur hündürlük h-dır, böl 2-yə, bərabərdir 25-ə. Buradan 2 ilə x gedir, x-h bərabərdir 25 olur. Digər tərəfdən də h bölü x 4 idi. Buradan da h-ın yerinə h bərabərdir 4x yazsam, əvəzləsəm, gətirib h-ın yerinə 4x yazıram. 4x vur x bərabərdir 25-ə. X-in kvadratı bərabərdir 25 böl 4-ə. X də bərabər olur 5 böl 2-yə. Yəni 2 onda 5-ə. Bizdə nəyi soruşurdu? Oturacağını. Oturacağı da 2x-dır deyə. Onda olacaq 5. 2 vur 2 onda 5, yəni 5C variantı. 39-cu suala baxaq. 39-cu sual deyir. ABC üçbucağının AB və BC tərəfləri üzrə uyğun olaraq MV nöqtələri götürülmüşdür. Üçbucaq çəkək. Yazıram. A, B, C. AB və BC tərəfləri üzrə uyğun MV nöqtəsi götürülüb. M və N. Deyir ki, AM'in MB'yə nisbəti 2-ci nisbətdir. Bura 2K, 3K. Sonra BN'in NC'yə nisbəti 4-ün 5-in nisbəti. Bura 4N, burada 5N olsun. Və ABC üçbucağının sahəsi 90 olarsa AMN üçbucağının sahəsini tapın. AMN üçbucağının sahəsini üçbucağına quraq. Deməli, bizdən bu sahəni istəyir. İndi baxaq. Deməli, burada baxırıq ki, 5N, 4N yazıram. Ümumi sahə ABC üçbucağına baxsaq, bu AN xəttinə əsasən. Bura 4N, bura 5N-dir. Onun olaraq bura 5S olacaq sahə. Yəni ANC-nin sahəsi 5S olacaq, ABN-nin sahəsi olacaq 4S. Eyni qaydada. Burada da 2K, 3K-ya uyğun olaraq, deməli, bura S yazmışıqsa, yazıram. Bura 2. Bir dəqiqə buranı silək. Bu hissəni. Hamısı getdi siləndə. Bu S-i silirəm. Bir dəqiqə. Burada şəkli sildim, təzədən yazıram. Deməli, mühəndizə baxıram AB-nin üçbucağına. Burada 2K, 3K-ya bayaq düz gedirdi, amma bu belə daha rahat gedə bilər. AMN üçbucağında bura 2S yazıram. MB-nin üçbucağında 3S. Yəni AMB üçbucağında MN xəttinə əsasən. Deməli, AM 2K-dırsa, AMN-nin sahəsi 2S, MB 3K-dırsa, MB-nin sahəsi 3S. İndi baxıram. İndi AN xəttinə görə baxıram. AN xəttinə görə BN 4K-dır, NC 5K-dır. Burada baxıram. 5S 4-ə uyğun gəlir. Onda burada bir x yazıram. X-a da 5-ə uyğun gəlir. Buradan x-i tapsam 25SN böl 4N. Burada n'lər gedir. Demək, x olur 25S böl 4. X olur 25S böl 4. Və AMN üçbucağının sahəsini istəyir. İndi baxaq. Ümumi sahəmiz neçədir bizim? Ümumi sahəmiz 90. Burada ümumi sahə 2S üstəgəl 3S üstəgəl 25S böl 4 bərabərdir 90. Hər tərəfini 4-ə vursam 20 45S bərabərdir 360-a. Deməli 4-ə vurum. S də bərabərdir 8-ə. S 8-dir. Bizdən də AMN-in sahəsini istəyir. AMN hissəsində baxsaq 2S-dir. Yəni 2 vur 8 olacaq 16. D variantı 38-ci sualda oldu. Deməli. Daha doğrusu 39-cu sualda oldu D variantı. Keçirəm 40-cı suala baxın. 40-cı sualda da deyək ki, radiusel olan çevrə 3 nöqtə ilə 1, 2 nisbətində bölüşü bölgü nöqtə vətərlə birləşdirmişdir. Bir dənə çevrə çəkək. Deyək ki, bu 1, 1, 1 və 2. Bunlar da vətərlə birləşdirilir. Birləşdirək vətərlə. Deməli, bu hissə olsun 2K hissəsi. Bura K, burada K olsun. Ümumi 4K bərabərdir 360-a. K bərabərdir
45'e. 1 dəqiqə. K olacaq 9. 90. Aha, K 90. K 90'dırsa, K 90'dırsa. Deməli, burada 90, burada 90 və burada 180'dir. Biz də bilirik ki, baxın, bu bucaq bu 2K-ya söykənir. Yəni 180 dərəcə. Onda bura olacaq 90 dərəcə. 90 dərəcə. Bu bucaq, yazaq da A, B, S. B bucağı bu K-ya, yəni 90'a söykən olacaq 45 dərəcə. Və digər tərəfdən A bucağı da BC tərəfinə, yəni 90 dərəcə qoysa söykən burada 45 dərəcə. Və bizə deyir ki, bu üç bucağın sahəsini tapın. Üç bucağımız düz bucaqlı üç bucaqdır. Radiusu da R-dir. Düz bucaqlı üç bucağın radiusu R-dirsə, daha doğrusu düz bucaqlı üç bucağın xaricinə çevirsək, biz bilirik ki, xaricinə çəkilmiş çevirən radisi hipotenuzun yarısıdır. Əgər bunun hipotenuzu onda, yəni AB-miz olacaq 2R. AB-miz 2R-dirsə, bu bərabər yanlı düz bucaqlı üç bucaqdır. Bilirik ki, katetin kök 2 misli də bərabərdir hipotenuza, yəni 2R. Onda x də bərabərdir 2R böl kök 2. Onda olur R kök 2. Rəsmiyyatdan azad eləsək. R kök 2. Bu da bizim tərəfimizdir. İndi sahəsini də tapanda S bərabərdir. Bərabər yanlı düz bucaqlı üç bucaq sahəsi katetlər hasilini. Yəni 2-də 1 R kök 2 vur R kök 2. Buradan da olacaq bərabərdir. R-in kvadratı olur. Cavab. Yəni B variantı. 40'da da oldu B variantı. Keçirəm 41-ci suala. 41'dir. Düz bucaqlı üç bucaqda iti bucağın tənbələni qarşıdakı kateti düz bucaqlı üç bucaq çəkək. Yazıram A, B, C. İti bucağın tənbələni qarşıdakı katet 4 və 5 santimlıq bu B-də təmbəl. Deməli, iti bucağın tənbələni qarşıdakı katet 4 və 5 santimlıq sonra 2 parçayla bu üç bucağın sahəsini tapın. Baxaq. Tənbələrin xassəsinə görə AB-nin BC-yə nisbəti bərabərdir AD-nin DC-yə nisbətinə. Buradan da, yəni 4-ün 5-ə nisbəti. AB onun 4K olur, BC olur 5K. Düz bucaqlı üç bucaq oldu. Amma Pifagora görə bu hissədə olur 3K. Çünki 3K, 4K, 5K. Yəni 9 bərabərdirsə 3K-ya, K bərabərdir 3-ə. K 3-dürsə bizdən nə soruşur? Sahəsi. Onda katetin biri 9 olur, digəri 4K-sı 12 olur. Sahə də katetlər hasilinin, yəni 12 və 9-un yarısı, bu deyir 54. Yəni 41-də də olacaq A variantı. Keçək 42-ci suala. Üç bucağın iki tərəfinin cəmi 8-ə bərabərdir. Deməli, üç bucağın iki tərəfinin cəmi 8-ə bərabərdir. Onlar arasındakı bucaq 30 dərəcədir. Bura 30. Bu tərəfin uzunluqları neçə olmalı ki, 10 cm olsun. Bura A deyirəm, bura B deyirəm. Yəni, iki tərəfin cəmi A plus B bərabər 8. Və onlar arasındakı bucaq 30 dərəcə bərabərdir. Bu üç bucağın tərəfləri uzunluqları neçə olmalı ki, onların sahəsi ən böyük olsun. Yazıram. S bərabərdir 2-də 1 AB sinus alfa. O da AB sinus 2-də vurulsun sinus 30. Buradan deyir sinus 30-da 2-də 1 deyir, orada 4-də AB. AB hasilini 4-ə böləndə ən böyük olsun. Baxaq. Ən böyük olması üçün burada ən böyük olması üçün deməli, baxırıq hasilə. Demişdik, cəmi 8-də hasilin ən böyük olması üçün həmişə yaxın ədədlər və yaxud da bərabər. Məsələn, 8-də hər ikisi 4-4 ola bilər də və yaxud da 8 olmasa, tamamlanmasa, məsələn, 7 olsaydı 3-dən 4-ü götürərdik. Aha, burada da olacaq 4-dən 4, yəni B variantı. Sonra gəldik 43-cü suala. 43-cü sualdakı radiusun ortasına ona perpendikulyar çəkilən vətənin uzunluğu 6 cm. Bu çevrənin xaricini çəkilmiş düzgün üç bucağın sahəsini tapın. Birinci baxaq, çevrə çəkək. Aha, bizə nə deyir? Deyir ki, radiusun ortasına ona perpendikulyar çəkilən vətər. Radius çəkirəm, radiusun ortasına ona perpendikulyar çəkilən vətər. Yəni, radiusda yarıya bölünür. Vətərin uzunluğu 6-dır. Onda vətər də yarıya bölünür, radius da yarıya bölünür. Radius da R bölü 2, R bölü 2 istəyir bölünür. Çünki radiusun ortasından çəkilir. Bu çevrənin xaricini çəkilmiş düzgün üç bucağın sahəsini tapın. Birinci bunun, deməli, radiusunu tapaq. Buradan da çəkirəm. Bu da bizim R-imiz olur. Olur R-imiz. İndi baxırıq. Pifagora görə bir tərəf 3-dür. Yəni 3-ün kvadratı. Üstəgəl bir tərəf R bölü 2-dir. Yəni R bölü 2-nin kvadratı bərabər digər tərəf R-dir. R-in kvadratı. Bunu da 2 yer yazaq. R-in kvadratı. 9 üstəgəl R kvadratı bölü 4 bərabərdir R kvadratı. Hər tərəfin 4-ə bölündə 36 üstəgəl R kvadratı bərabərdir 4R kvadratı. 3R kvadratı bərabərdir 36-ya. R kvadrat bərabərdir 12-yə. R də bərabərdir 2 kök 3-ə. R də oldu 2 kök 3. Aha, bu şəkildə. R-imiz də oldu 2 kök 3. Sonra deyir ki, bu çevrənin xaricini çəkilmiş düzgün üçbucağın sahəsini tapın. Xaricini çəkilmiş düzgün üçbucaq. Deməli, radiusu tapdıq. Aha. Xaricinə çəkilmiş üçbucaq deyirsə,
sahəsini tapın. Elə düsturuna yazaq kesin. S bərabərdir A kvadratı kök 3 böldür. Bu düzgün üçbucağın sahə düsturudur. İndi biz düzgün üçbucağın sahəsini tapmaq üçün birinci bunun tərəfini tapmalıyıq. Üçbucağın tərəfini tapmalıyıq. Üçbucağın tərəfini tapmaq üçün deməli, çevri üçbucağın daxilindədir. Yəni daxili çəkmiş çevrənin radiusudur bu 2 kök 3. Bərabər tərəfli üçbucağın daxilinə çəkmiş çevrənin radiusu düsturunu yazsam, R bərabərdir A kök 3 bölü 6. Hələ ki silək sahəni yazdım ki, yəni sahəni tapmaq üçün bizə tərəf lazımdır. A kök 3 bölü 6. Buradan da R-in yerinə yazıram 2 kök 3 bərabərdir A kök 3 bölü 6. Kök 3'lər gedir, A oldu 12. Deməli, üçbucağın tərəfi 12'dir. Tərəf 12 üçün sahə düsturunu yazıb, yerinə yazarım bunları silək. Olacaq ki, S bərabərdir A kvadratı kök 3 bölü 4. Aha, burada da yerinə yazsaq, 12'nin kvadratı kök 3 bölü 4. Yəni 144 kök 3 bölü 4. O da eləyir 144 4'e bölündə 36 kök 3. Yəni C variantı. 43-cü sual oldu C variantı. Aha. 44 da bundan eyni sualdır deyə onu yazmam, onu öz yazarsınız. Keçirəm 45-ci suala. Radiusu 8-10 çevrənin A nöqtəsinin uzunluqları arası bərabər AB və AC vektorlar çəkilmişdir. Yəni çevrəni çəkək. Çevrənin bir A nöqtəsindən uzunluqları arası AB və AC vektorlar. Yaxşı. AB və AC vektorlar çəkilir. Uzunluqları radiusa bərabər olur. Və ABC üçbucağın sahəsini tapın. Aha. İndi bizə deyir ki, ABC üçbucağının sahəsini tapın, bax. Üçbucağın sahəsini tapmaq üçün burada R-imiz 8-dir, R-də 8, bu tərəfdə 8-dir. R-in uzunluğunu verib. Demək, üçbucağın iki tərəf verib, onun arasındakı bucağı bilsək, biz üçbucağın sahəsini hesablaya bilərik. Bu tərəfə 1B deyirəm. Belə bir qaydamız var idi. A böl sinus alfa bərabərdir 2R. İndi burada mən B bucağı üçün B bucağını tapacağım. Çünki B-nin qarşısındakı AC tərəfi, yəni 8 var. Yazıram AC-nin sinus betaya nisbəti bərabərdir 2R. İndi AC-miz 8-dir. 8-in sinus betaya nisbəti bərabərdir 2 vur. R-imiz də olsa 8-dir yenə. Sinus beta bərabər olur 2-də 1-ə. Deməli, sinus 2-də 1-i alır 30 dərəcədə. Deməli, bizim betamız 30 dərəcə olur. Buradan yazıram. Bizim betamız olacaq 30 dərəcə. Bura 30 dərəcə. Onda baxıram ki, ABC üçbucağı bərabər yanlış üçbucaqdır. Onda bu tərəfdə 30 olur. 30, 30, 60, yuxarı qalır 120 dərəcə. Aha, indi sahəni rahat tapa bilərik. Yazıram. S bərabərdir 2-də 1 AB sinus alfa. Buradan da 2-də 1 8 vur 8 vur sinus 120 dərəcə. Bu da 64 kök 3 bölü 4. Sinus 120'də kök 3 bölü 2'dir. Bu da 16 kök 3. Yəni A variantı. Keçirəm. Yaxşı, bu da eyni 46-cı sualda bu tipdədir. Bunda yazaq hər ehtimala. Deməli, çeviri çəkək bir dənə. Bu biraz fərqli kimi görsən. Çeviri çəkirəm. Sonra deyir ki, radius 6 ilə çevrənin A nöqtəsindən yenə vətərlər çəkilib. Vətərləri çəkdik. Və ABC üçbucağın sahəsini istəyir bizdən. Yazıram. ABC üçbucağın sahəsini istəyir. İndi radius 6-dır. AB tərəfi bərabərdir AC tərəfindən 6 kök 2 və 6 kök 2. Yox, bu da elə bayaqki sualdandır. Və üçbucağın sahəsini tapmaq üçün aralarındakı bucağı tapsaq yaza bilərik. Yenə yazıram. AC-nin, bura bir beta deyirəm. Sinus betaya nisbəti bərabərdir 2-yə. AC-miz 6 kök 2-dir. 6 kök 2 bölünsün. Sinus betamız bilmirik neçədir. Bərabərdir 2 vur. R-imiz də 6. Yəni 12. Sinus beta bərabərdir 6 kök 2 böl 12. Bu da eləyir kök 2 böl 2. Sinus kök 2 böl 2-ni də bir dəfə yazmışsın. Olur. Kök 2 böl 2. Sinus kök 2 böl 2'ni də 45 dərəcə var. Deməli beta 45'dir. Bərabər yanlış bucaq olan bu tərəfdə 45'dir. 45 onda bura qalır 90 dərəcə. Yazıram. Onda S bərabərdir 2-də 1 AB sinus alfa. O da 2-də 1 6 kök 2 vur 6 kök 2 vur sinus 90. Sinus 90 dərəcədə 1'dir. Sinus 90'da 1'dir. 2'də 1 vur 6 kök 2 6 kök 2 vuranda 72. 72'nin 2036. Yəni B variantı 46-cı sualda da olacaq B. Keçelim 47-ci sual. Deyir ki, üçbucağın xaricini çəkmiş çevrənin radiusu 6-dır. Daxili bucağın sinusları isə 3 bucaqdır. Bu 3 bucağın xaricini çəkmiş çevrənin radiusu, yəni böyük yerimiz 6-dır. Daxili bucaqların sinusları, yəni alfa, beta, gamma yazır. Sinuslarda, yəni sinus alfa 1 böl kök 3,
Yəni kök 3 bölü 3. Sonra sinus beta kök 2 bölü 3. Sinus qamma bərabərdir 1-ə. Sinus qamma 1-dirsə, biz bilirik ki, onda qamma olur 90 dərəcə. Qamma olur 90 dərəcə. Gəlin beta bura yazaq. Qammanı bura. Yerini dəyişin. Qamma olsun təpədə, beta olsun burada. Aha, qamma 90-dırsa, onda qammanı da silib 90 yazaq. Siləndə, tərəfdə siləm. Bura 90. Deməli, düzbucaqlı üçbucaqdır. Və xaricdən çəkmiş çevirən radius 6-dırsa, onda düzbucaqlı üçbucağın xaricdən çəkilibsə, çevirən mərkəzi hipotenuza düşür. Onda bunun hipotenuza diametri, yəni 12-dir. Üçbucağın sahəsini tapın deyir. Yazaq. Bu hissəni silirəm. Sahəsini bilmək üçün ya hündürlüyü bilməliyik, ya da ki, katetlərindən getməliyik. İndi baxaq, bir də sinus alfa verir. Düzbucaqlı üçbucaqda sinus alfa nəyə bərabərdir? Sinus alfa bərabər. Qarşıdakı katet BC-nin hipotenuza, yəni AC-yə nisbət. Yəni kök 3 böl 3 bərabərdir. BC böl AC-miz. AC-ni də 12 tapmışıq. Buradan da BC bərabərdir 4 kök 3-ə hesablayandıq. Deməli, BC-miz oldu 4 kök 3. İndi Pifagorla da gedə bilərik AB-ni tapmaq üçün. Yenə sinuslarla gedirəm. İstəsəz yenə Pifagorla gedib AB-ni tapa bilərik. Sinus beta nəyə bərabər? Sinus beta bərabərdir qarşıdakı katet, yəni AB-nin hipotenuza nisbət, yəni AC-yə nisbət. Buradan da sinus betanı verib kök 2 böl kök 3 bərabərdir. AB böl 12. Buradan da AB-miz bərabərdir 12 kök 2 böl kök 3-ə. Rəsmətdən azad edəndə olur 4 kök 6. Burada oldu 4 kök 6. 4 kök 6. İndi keçirəm sahəni tapmağa. Bu hissələri silirəm. Bizə lazım olmadı. Sahəni tapaq. Yəni, lazım olan qədər istifadə elədik. S bərabər 2-də 1. Katetlər hasilinin yarısı 4 kök 6 vur 4 kök 3. Buradan da olur ki 8 kök 18. Kök 18'i 9 vur 2 yazsaq olur 24 kök 2. Yəni D variantı 47-ci sual. 48 də bundan indi yazmıram. Keçirəm 49-cu sualı. 49-da da nədir? Deyir, ABC üçbucağında ayın hündürlükdür. ABC üçbucağını çəkək. Ayın da hündürlüyünü çəkdim. ABC, deməli, A-na bura qoyaq. ABC, ayın hündürlükdür. Və deyir ki, AB 5-dir, AC 6-dır, BN 3-dür. Olarsa ABN və ANC üçbucağın sahələrinin nisbətini tapın. Deməli, bu üçbucağın sahələrinin nisbətini istəyir. Baxaq. Burada H yazım. Deməli, birinci üçbucağın sahəsi. Deməli, AB-nin üçbucağına Pifagora görə baxsaq, 5, 3, onda H olur 4. H-ımız oldu 4. Onda təzədən ANC üçbucağına Pifagora görə baxsaq, 36-dan 16 çıxanı kök 20, burada 2 kök 5. İndi bizə nə deyir? ABN üçbucağın sahəsi yenə düzbucaqlı üçbucaqdır. ABN, SABN. Katetlər hasilinin yarısı. Yəni 3 vur 4 bölü 2. Olacaq 6. SANC-də də ANC yenə düzbucaqlı üçbucaqdır. Sahəsi katetlər hasilinin yarısı. Bu da 4 kök 5. Bizdən deyir sahələrin nisbətini tapın. Yəni 6-nın 4 kök 5-ə nisbəti. 2 yaxsa gedir 2, 2 yaxsa gedir 3. Deməli olur 3-ün 2 kök 5-ə nisbəti. 50-ci suala, yeni sualda keçirəm. 51-ci suala. Deyir ki, bərabər tərəfli üçbucağın daxilində götürmüş nöqtə onun tərəfinə çəkmiş perpendikular 4, 5, 6-dır. Biz bilirik ki, bərabər tərəfli üçbucağın daxilində götürmüş nöqtədən deməli, ixtiyar bir nöqtədən onun daxilinə çəkmiş perpendikularları çəkək. Deyir 4, 5 və 6-dır. Bu üçbucağın sahəsini tapın. Biz bilirik ki, bərabər yanlı üçbucağın daxilində götürmüş perpendikularların cəmi, yəni 4 üstə gəl, 5 üstə gəl. 6 bərabərdir H-a, yəni H-ımız olur 15-ə. H-ımız oldu 15. Yəni bunların cəmi bizə verir böyük hündürlüyü. H-ı. Bu oldu 15. Bərabər tərəfli üçbucaqda da hündürlüyü H bərabərdir. A kök 3 bölü 2 üstünə hesablanır. Bu 15-dirsə, onda A bərabərdir 30 bölü kök 3-ə, yəni 10 kök 3. Onda tərəfimiz olur 10 kök 3. 10 kök 3 və burada 10 kök 3. Bu üçbucağın sahəsini tapanda S bərabərdir. Üçbucağın sahəsi nəyə bərabərdir? Oturacağı vur hündürlük hasilinin yarısı. O deyəcək 75 kök 3. Yəni A variantı. 51-ci sualda da A variantı. 52 də bundan indi yazmıram. Keçirəm 53-cü suala. 53-də nədir? Kvadratı çəkək. Təzdən buradan çəkirik. B, C, M, K, A və D.
Deyir ki, ABCD kvadratına CD tərəfi üzərində M nöqtəsi götürmüş. C bərabərdir MD-yə, yəni bu orta nöqtədir. Sonra deyir ki, CK perpendikulardır BM. SBKC-nin sahəsi 12 olarsa kvadratın sahəsini tapın. SBKC-nin sahəsi 12 olarsa, deməli, kvadratın tərəfini tapın. Yazıram. Bura A-dırsa, burada A-dır. Onda kvadrat tərəf olur 2A. Digər tərəfdən burada 2A olur. Və onda BKC üçbucağının sahəsi. Deməli, burada bucaqları qeyd edeyim. Alfa, beta. BKC üçbucağında bucaqları qeyd edəsəm beta, alfa. Sonra ümumi kvadrat olduğuna görə BKC-də düzbucaqlı üçbucaqdır. K90, alfa ilə betanın cəmri 90 olmalıdır. Onda C bucağı da 90-ca, onda bir tərəfi beta olacaq. 90, onda eyni qayda bu tərəfdə alfa olacaq. Çünki alfa ilə betanın cəmri 90-dır. Buradan baxırıq ki, BKC üçbucağı ilə KC üçbucağı oxşardır. Oxşar üçbucaqlarda biz demişik ki, uyğun tərəflərin nisbəti, yəni 90 dərəcənin qarşısındakı 2A-nın, digərinə 90 dərəcənin qarşısındakı A-ya nisbəti, kvadratı, bərabərdir S1-in S2-yə nisbəti. Yəni tərəflərin nisbəti bərabərdir, daha doğrusu sahələrin nisbəti bərabər tərəflərin nisbətinin kvadratına. İndi 2A olanın sahəsi neçə idi? 12 idi. Yəni BKC-nin sahəsi 12 idi. Bərabərdir 12-nin S2-yə nisbəti. A-lar gedir. 4 bərabərdir 12 böl S2-yə. Buradan alırıq ki, S2 3-dür. Yəni bu balaca sahəmizdə 3-dür. Oldu. BMC-nin sahəsi oldu 15. İndi buradan bir dənə də belə birləşdirsəm, A-la M birləşdirsəm. Baxın indi, bura AA hissəyə bölünübsə, onda BMC 15 isə AMD də 15-dir. Və dördbucaqlarda demişdik ki, bu ortadakı üçbucağın sahəsi digər ikisinin cəminə bərabərdir. Daha doğrusu, digər ikisinin cəminə. Onda 15, 15, 30, ortadakı üçbucağın sahəsi də olacaq 30. Ümumi kvadratın sahəsi də 30 üstə gəl 15, üstə gəl 15, yəni 60. Və yaxud da ortadakı üçbucağın sahəsi ümumi sahənin yarısıdır. Onda ümumi sahə olacaq 60. C variantı. Baxıram 54-cü suala. 54-cü sualda nədir? Deyir, mərkəzi ABC üçbucağı AC tərəf üzərindən çevirəm. Deməli. Mərkəzi ABC üçbucağın AC tərəf üzərindən çevirəm. Bir çevirə çəkirəm. Bir dəqiqə. Nəsə balaca oldu çevir. ABC üçbucağının mərkəzi AC tərəf üzərində olan çevrə. Bu da çevrə mərkəzi olsun. Çevrə digər tərəflərə toxunur. AB tərəfi 8-dir, BC tərəfi 7-dir və AC tərəfi də 9-dur. Və bizə deyir ki, çevrənin radiusunu tapın. Nə edərik burada? Baxaq. Deməli, bunu mən nə edərəm? Bizdən çevrənin radiusunu istəyir. Bunu belə birləşdirsəm. Belə birləşdirsəm, sonra. Biz bilirik ki, mərkəzdən çəkilən radius toxunma perpendikulyardır. Burada R-dir bizdə. Bu da R-dir. Onda mən sahə olaraq SAOB-nin sahəsi nəyə bərabər? 8 vur R bölü 2, yəni 4R. Sonra SBOC-nin sahəsi nəyə bərabərdir? O da R vur 7 bölü 2, yəni 3,5R. Ümumi sahədə 7,5R-dir. Yəni SABC də onda olur 7,5R. Deməli, mən sahəni tapıb 7,5-ə bərabər eləyə bilərəm. Bu üçbucağın sahəsini necə tapacağıq? Çünki üçbucağın üç tərəfi verilib. AB, BC, AC verilib. Bunu əsasən heronun üstünə əsasən yazarıq. Yarım perimetri bərabərdir. 8 üstə gəlir 7 bölü 2. 8 üstə gəlir 7 üstə gəlir 9 bölü 2. O da olacaq 24 bölü 2, 12. Sonra S bərabərdir. Perimetri, yəni 12 vurulsun P çıx A. 8-i çıxsaq 4, 7-ni çıxsam 5 və 9-u çıxsam 3. 4-ü üçə vuranda 12, 12 vur 12-dən 1, 12 çıxır və 5 qarşı kökün altında. S-imiz oldu 12 kök 5. İndi 12 kök 5-i, üçbucağın sahəsi 12 kök 5-dir. Üçbucağın sahəsi nəyə bərabər? 7,5 R. 12 kök 5-i bərabər edirəm 7,5 R. Buradan da R tapsam 12 kök 5 bölünsün. 7,5-i də deməli 15, 2 çıxsın sürət olur. 3 xısa gedir 4, 3 xısa gedir 5. Olur 8 kök 5 böl 5. Yəni D variantı. 55-ci suala baxıram. Deməli 55-də. Bax 55-ə. O mərkəzi AC beton üzərində olan yarım çevrə ABC